Oğlaq bürcü 13-19 aprel 2026 Oğlaq bürcünün həftəlik proqnozu. Bu həftə oğlaqlar üçün daha çox sakit irəliləmə, düşünərək qərar vermə və hadisələri öz axarında izləmə dövrü olacaq. Bəzi məsələlər düşündüyündən biraz yavaş hərəkət edə bilər, amma bu səni narahat etməməlidir. Əksinə, tələsmədən baxdıqca daha düzgün nəticələr görmək mümkün olacaq. Səbirli davranmaq bu həftənin əsas açarıdır. Gündəlik işlər və görüləcək məsələlər diqqət tələb edir. Xırda detalların gözündən qaçmaması vacibdir, çünki məhz kiçik nüanslar ümumi gedişata təsir edə bilər. Yarımçıq qalan işləri tamamlamaq sənə rahatlıq gətirəcək və özünü daha yüngül hiss etməyinə kömək edəcək. Yeni böyük addımlar atmaqdan çox, hazırda olanları qaydasına salmaq daha uyğun görünür. İnsanlarla münasibətlərdə daha yumşaq və anlayışlı yanaşma ön plana çıxır. Bəzi anlaşılmazlıqlar və ya yanlış başa düşülən sözlər ortaya çıxa bilər, amma bunlar qalıcı deyil. Sakit danışıq və qarşı tərəfi dinləmək bir çox şeyi asanlıqla yoluna qoya bilər. Yaxın çevrəndən gələn dəstək və isti münasibətlər sənə güvən hissi verəcək. Həftə ərzində düşüncələrində biraz dərinləşmə ola bilər. Keçmişdə baş verən bəzi hadisələr və verdiyin qərarlar yenidən yadına düşə bilər. Bunlara sərt yanaşmaq əvəzinə sadəcə bir təcrübə kimi baxmaq sənə daha aydın baxış qazandıracaq. Özünü yormadan sakit şəkildə nəticə çıxarmaq daha faydalı olacaq. Ümumilikdə həftə sakit, bəzən biraz qarışıq görünə bilən, amma sonunda daha aydınlıq gətirən bir axınla keçəcək. Tələsmədən irəlilədikcə həm özünü daha rahat hiss edəcəksən, həm də işlərin daha düzgün istiqamət aldığını görəcəksən. Həftənin mesajı: sakit qal, hər şeyi öz vaxtında qəbul et və addım-addım irəliləyərək yolunu daha aydın et. Dolça bürcü 13-19 aprel 2026 Dolça bürcünün həftəlik proqnozu. Bu həftə dolçalar üçün daha çox düşüncələrin aydınlaşması və istiqamətlərin yavaş-yavaş formaya düşməsi ilə yadda qala bilər. Son vaxtlar içində olan qarışıqlıq biraz səngiyir və hadisələrə daha rahat baxmağa başlayırsan. Yenə də hər şey dərhal istədiyin kimi getməyə bilər, amma səbr etdikcə bəzi məsələlərin öz-özünə yoluna düşdüyünü görəcəksən. Gündəlik işlərdə diqqətini toplamaq vacib olacaq. Bəzi xırda gecikmələr və ya plan dəyişiklikləri ola bilər, amma bunlar səni ciddi şəkildə yormamalıdır. Daha çox axına uyğun hərəkət etmək və sərt planlardan çox elastik davranmaq sənə rahatlıq verəcək. Yarımçıq qalan işləri tamamladıqca özünü daha yüngül hiss edəcəksən. İnsanlarla münasibətlərdə ünsiyyət daha önəmli hala gəlir. Bəzən sözlərin yanlış başa düşülə bilər, buna görə fikirlərini daha sadə və açıq ifadə etmək yaxşı nəticə verəcək. Yaxın çevrəndəki insanlarla daha çox vaxt keçirmək, köhnə inciklikləri yumşaltmaq üçün uyğun bir zamandır. Səmimi söhbətlər münasibətlərə istilik qatacaq. Daxili dünyanda isə bəzi düşüncələr yenidən gündəmə gələ bilər. Keçmişdə verdiyin qərarlar və ya yarımçıq qalan planlar haqqında düşünmək istəyə bilərsən. Bu proses səni yükləmək üçün deyil, əksinə nə istədiyini daha yaxşı anlamağın üçün bir fürsətdir. Özünü çox sıxmadan sakit şəkildə düşünmək daha doğru olacaq. Həftənin ümumi enerjisi yüngül dəyişkənliklərlə dolu olsa da, sonda daha aydın bir istiqamət hissi yaranacaq. Tələsmədən öz ritmində hərəkət etdikcə hər şey daha rahat görünəcək. Həftənin mesajı: sakit qal, düşüncələrini sadələşdir və hadisələrin öz axarında sənə yol göstərməsinə imkan ver. Balıq bürcü 13-19 aprel 2026 Balıq bürcünün həftəlik proqnozu. Bu həftə balıqlar üçün daha çox dəyişən əhval-ruhiyyə və gözlənilməz gedişatlarla dolu ola bilər. Bəzi günlərdə hər şey aydın görünərkən, digər günlərdə qərarsızlıq hissi yarana bilər. Amma bu dəyişkənlik səni qorxutmamalıdır. Əslində bu həftə sənə nəyin sənin üçün daha doğru olduğunu anlamağa kömək edəcək. Gündəlik həyatında bəzi kiçik sürprizlər və plan dəyişiklikləri ola bilər. Hər şeyi əvvəlcədən tam idarə etmək mümkün olmasa da, çevik davranmaq sənə üstünlük verəcək. Özünü çox sıxmadan vəziyyətə uyğun hərəkət etdikcə daha az yorulduğunu hiss edəcəksən. İnsanlarla münasibətlərdə isə daha çox səmimiyyət və açıq danışıq ehtiyacı yaranır.
Bəzi sözlər gözlənilmədən sənə təsir edə bilər, amma dərhal nəticə çıxarmağa tələsməmək yaxşıdır. Yaxın çevrəndə kiçik anlaşılmazlıqlar olsa da, düzgün ünsiyyət hər şeyi yumşalda bilər. Daxili aləmin bu günlərdə daha həssas ola bilər. Bəzi düşüncələr səni keçmişə apara bilər, amma bu dəfə onlara fərqli gözlə baxmaq imkanı yaranır. Özünü tənqid etmək əvəzinə yaşadıqlarından nəticə çıxarmaq sənə daha çox rahatlıq gətirəcək. Ümumilikdə həftə dəyişkən, amma sonda səni daha aydın bir istiqamətə yönəldən bir axınla keçəcək. Səbir və çeviklik bu günlərin əsas açarı olacaq. Həftənin mesajı: hər şeyi idarə etməyə çalışma, bəzən yolun özü səni düzgün yerə aparır. Qoç bürcü 13-19 aprel 2026 Qoç bürcünün həftəlik proqnozu. Bu həftə qoçlar üçün daha çox hərəkətə keçmək istəyi ilə səbir arasında balans tapmaq vacib olacaq. İçində güclü bir enerji və nəsə başlatmaq arzusu ola bilər, amma bəzi vəziyyətlər səni biraz gözləməyə məcbur edə bilər. Bu isə əsəbləşmək üçün səbəb deyil, əksinə doğru vaxtı seçmək sənin üçün daha yaxşı nəticələr verəcək. Gündəlik işlərdə sürətli qərarlar vermək istəsən də, hər şeyi biraz daha yoxlamaq faydalı olacaq. Tələskənlik xırda səhvlərə səbəb ola bilər, buna görə addımlarını biraz daha ölçülü atmaq sənə rahatlıq gətirəcək. Yarımçıq qalan işləri bitirmək isə həftənin sonunda yaxşı bir rahatlama hissi verəcək. İnsanlarla münasibətlərdə biraz daha həssas davranmaq lazım ola bilər. Sözlərin bəzən gözləniləndən daha sərt təsir edə bilər, buna görə fikirlərini daha yumşaq ifadə etmək münasibətləri qoruyacaq. Yaxınlarınla açıq danışmaq isə anlaşılmazlıqları tez həll etməyə kömək edəcək. Daxili dünyanda isə özünü sübut etmək istəyi güclənə bilər. Amma bu həftə ən böyük qazancın başqalarına nəsə sübut etmək deyil, öz ritmini düzgün tapmaq olacaq. Biraz geri çəkilib düşünmək sənə daha aydın baxış verə bilər. Həftənin ümumi axarı enerjili, amma ara-sıra yavaşayan bir tempdə keçəcək. Səbirli davranmaq və hər şeyi bir anda həll etməyə çalışmamaq sənə üstünlük qazandıracaq. Həftənin mesajı: gücünü tələsməyə yox, doğru anda doğru addımı atmağa sərf et. Boğa bürcü 13-19 aprel 2026 Boğa bürcünün həftəlik proqnozu. Bu həftə boğalar üçün daha çox sabitliyi qorumaq istəyi ilə dəyişən vəziyyətlərə uyğunlaşmaq ehtiyacı bir arada olacaq. Sən hər şeyi qaydasında və tanış ritmdə saxlamaq istəsən də, bəzi hadisələr səni biraz çevik olmağa məcbur edə bilər. Bu dəyişikliklər ilk anda narahatlıq yaratsa da, sonradan vəziyyətin sənə uyğun şəkildə formalaşdığını görəcəksən. Gündəlik işlərdə diqqət və dözümlülük ön plana çıxır. Bəzi işlər düşündüyündən biraz daha çox vaxt ala bilər, amma tələsmədən davam etdikcə nəticələr daha möhkəm olacaq. Özünü çox yükləmədən irəliləmək bu həftənin əsas rahatlıq mənbəyidir. Kiçik addımların belə sonda böyük fərq yaratdığını hiss edəcəksən. İnsanlarla münasibətlərdə daha çox anlayış göstərmək lazım ola bilər. Bəzi sözlər və davranışlar gözlədiyindən fərqli mənalar daşıya bilər, buna görə hər şeyi dərhal yanlış anlamağa tələsməmək yaxşıdır. Sakit dialoq və biraz güzəşt bir çox gərginliyi aradan qaldıra bilər. Yaxın çevrəndən gələn dəstək isə sənə güvən hissi verəcək. Daxili aləmdə isə köhnə düşüncələr və yarımçıq qalan planlar yenidən gündəmə gələ bilər. Bu dəfə onlara daha real və sakit yanaşmaq şansın var, özünü məcbur etmədən nə istədiyini daha aydın görməyə başlayacaqsan. Ümumilikdə həftə sakit başlanğıc, biraz hərəkətli orta günlər və daha rahat sonla keçə bilər. Əsas olan öz ritmini itirmədən yoluna davam etməkdir. Həftənin mesajı: hər şeyi eyni saxlamağa çalışma, bəzən kiçik dəyişikliklər səni daha yaxşı yerə aparır. Əkizlər bürcü 13-19 aprel 2026 Əkizlər bürcünün həftəlik proqnozu. Bu həftə əkizlər üçün daha çox sürətli düşüncələr, dəyişən planlar və yeni ideyaların ortaya çıxması ilə yadda qala bilər. Fikirlərinin çoxaldığı, eyni anda bir neçə istiqamətə yönəlmək istədiyin günlər olacaq. Amma hər şeyi bir anda etmək istəyi səni biraz yoraraq diqqətini dağıda bilər, buna görə seçim etmək vacib olacaq. Gündəlik işlərdə gözlənilməz dəyişikliklər mümkündür.
Planlar tam düşündüyün kimi getməsə də vəziyyətə tez uyğunlaşmaq sənə üstünlük verəcək. Bu həftə çeviklik sənin ən güclü tərəfin olacaq. Xırda detallara diqqət etsən, bir çox işi daha asan yoluna qoya biləcəksən. İnsanlarla ünsiyyətdə aktivlik artır. Daha çox danışmaq, fikir paylaşmaq və yeni insanlarla əlaqə qurmaq istəyi güclənə bilər. Amma sözlərin bəzən səhv başa düşülə biləcəyi üçün fikirlərini biraz daha aydın ifadə etməyə çalışmaq yaxşı olacaq. Köhnə bir dost və ya uzun zamandır danışmadığın biri ilə yenidən əlaqə yarana bilər. Daxili aləmin bu günlərdə biraz qarışıq ola bilər. Eyni anda həm yeni planlar qurmaq, həm də keçmişi düşünmək mümkündür. Bu vəziyyət səni çaşdırsa da, əslində hansı istiqamətin sənə daha uyğun olduğunu göstərir. Özünü məcbur etmədən düşüncələrini sadələşdirmək faydalı olacaq. Ümumilikdə həftə hərəkətli, dəyişkən və bəzən gözlənilməzliklərlə dolu keçəcək. Sakit qalmaq və hər şeyə eyni anda çatmağa çalışmamaq sənə daha çox rahatlıq verəcək. Həftənin mesajı: eyni anda hər şeyi tutmağa çalışma, düzgün seçdiyin bir istiqamət səni daha uzağa aparacaq. Xərçəng bürcü 13-19 aprel 2026 Xərçəng bürcünün həftəlik proqnozu. Bu həftə xərçənglər üçün daha çox daxili rahatlıq axtarışı və ətrafdakı dəyişikliklərə uyğunlaşma dövrü olacaq. Bəzi günlər özünü biraz həssas və düşüncəli hiss edə bilərsən, amma bu hal səni geri çəkmək üçün deyil, əksinə nələrə həqiqətən dəyər verdiyini anlamağın üçün bir işarədir. Həftə ərzində sakitlik ehtiyacı artacaq və tək qalmaq istəyi də daha çox hiss oluna bilər. Gündəlik işlərdə hər şey biraz yavaş irəliləsə də, bu sənin xeyrinə işləyəcək. Tələsmədən atılan addımlar daha sağlam nəticələr gətirəcək. Xırda detallar və unudulan məsələlər yenidən gündəmə gələ bilər, buna görə diqqəti biraz daha toplamaq lazım olacaq. Özünü çox yormadan işləri mərhələli şəkildə həll etmək daha rahat olacaq. İnsanlarla münasibətlərdə duyğular daha güclü hiss oluna bilər. Bəzi sözlər səni düşündüyündən artıq təsirləndirə bilər, amma hər şeyi dərhal üzərinə götürməmək vacibdir. Səmimi söhbətlər və açıq danışıq bir çox anlaşılmazlığı yumşalda bilər. Yaxın çevrəndən gələn kiçik bir dəstək belə sənə yaxşı təsir edəcək. Daxili aləmin bu həftə daha aktivdir və keçmişlə bağlı xatirələr tez-tez yadına düşə bilər. Bu, səni köhnə hisslərə qaytarmaq üçün yox, sadəcə özünü daha yaxşı başa düşməyin üçün bir fürsətdir. Özünə qarşı biraz daha yumşaq davranmaq sənə rahatlıq verəcək. Ümumilikdə həftə sakit dalğalar kimi irəliləyir, bəzən durğun, bəzən isə biraz hərəkətli. Əsas məsələ öz ritmini qorumaq və özünü məcbur etməməkdir. Həftənin mesajı: hisslərini dinlə, amma onların səni idarə etməsinə icazə vermə, sakitlik içində güc tapacaqsan. Şir bürcü 13-19 aprel 2026 Şir bürcünün həftəlik proqnozu. Bu həftə şirlər üçün diqqət mərkəzinə düşmək istəyi güclənsə də, hadisələr səni biraz daha səbirli olmağa dəvət edir. Hər şey dərhal sənin istədiyin kimi getməyə bilər, amma bu gecikmələr əslində daha düzgün istiqamət tapmağına kömək edəcək. Özünü sübut etmək istəyi artsa da, bəzən sakit dayanıb vəziyyəti izləmək daha ağıllı seçim olacaq. Gündəlik işlərdə bir neçə məsələ eyni anda ortaya çıxa bilər. Hamısını birdən həll etməyə çalışmaq əvəzinə prioritetləri seçmək sənə rahatlıq verəcək. Kiçik gecikmələr və ya dəyişən planlar ola bilər, amma bu ümumi gedişatı pozmayacaq. Həftənin ortalarından etibarən işlərin daha axıcı getməsi mümkündür. İnsanlarla münasibətlərdə diqqət və həssaslıq önə çıxır. Sözlərin və reaksiyaların gözlənildiyindən daha çox təsir yarada bilər, buna görə biraz daha yumşaq yanaşmaq yaxşı olacaq. Eyni zamanda sənə dəyər verən insanlarla yaxınlıq hissi güclənə bilər və bu motivasiyanı artıracaq. Daxili tərəfdə isə öz gücünü və istiqamətini yenidən düşünmək ehtiyacı yarana bilər. Bəzi şeyləri əvvəlki kimi yox, daha fərqli bucaqdan görməyə başlaya bilərsən. Bu dəyişiklik səni zəiflətmək üçün deyil, əksinə daha aydın qərarlar verməyinə kömək edəcək. Ümumilikdə həftə biraz dalğalı, amma sonunda daha sabit hiss yaradan bir axınla keçəcək. Tələsmədən öz ritmini qoruyaraq hərəkət etdikcə daha rahat nəticələr görəcəksən. Həftənin mesajı: parlamağa tələsmə, doğru vaxtda atılan addım səs-küydən daha güclü təsir yaradar.
Qız bürcü 13-19 aprel 2026 Qız bürcünün həftəlik proqnozu. Bu həftə qızlar üçün daha çox nizam yaratmaq istəyi ilə gündəlik axının dəyişkənliyi arasında gedib gələn bir ritmi hiss oluna bilər. Sən hər şeyi qaydasında saxlamağa çalışdıqca bəzi hadisələr planlarını biraz dəyişə bilər. Bu dəyişikliklər səni narahat etmək üçün deyil, sadəcə daha çevik yanaşmanı öyrətmək üçün ortaya çıxır. Gündəlik işlərdə diqqətini toplamaq vacib olacaq. Bir neçə məsələ eyni anda diqqət tələb edə bilər və bu da səni biraz yora bilər. Amma addım-addım irəlilədikcə əslində düşündüyündən daha çox şeyin öhdəsindən gəldiyini görəcəksən. Özünü sıxmadan işi hissələrə bölmək bu həftə sənə rahatlıq verəcək. İnsanlarla münasibətlərdə isə daha çox səbir və anlayış ön plana çıxır. Hər şeyi analiz etmək vərdişin bəzən səni həddindən artıq düşünməyə apara bilər. Ona görə də bəzi hallarda sadəcə axını qəbul etmək və qarşı tərəfi dinləmək daha yaxşı nəticə verəcək. Yaxın çevrəndə kiçik anlaşılmazlıqlar olsa da bunlar tez keçici olacaq. Daxili dünyanda isə biraz yorğunluq və düşüncə çoxluğu hiss oluna bilər. Hər şeyi eyni anda həll etməyə çalışmaq əvəzinə özünə qısa fasilələr vermək sənə yaxşı təsir edəcək. Bəzi məsələlər zamanla daha aydın görünəcək və sən də daha rahat qərar verəcəksən. Ümumilikdə həftə sakit, ara-sıra hərəkətli və sonda daha yüngül hiss verən bir axınla keçəcək. Əsas məsələ özünü yükləmədən davam etməkdir. Həftənin mesajı: hər şeyi idarə etməyə çalışma, bəzən axına güvənmək daha düzgün nəticə gətirir. Tərəzi bürcü 13-19 aprel 2026 Tərəzi bürcünün həftəlik proqnozu. Bu həftə tərəzilər üçün daxili tarazlığı qorumaqla yanaşı, ətrafdakı dəyişikliklərə uyğunlaşmaq ehtiyacı ön plana çıxır. Bəzi günlər hər şey yerli yerində kimi görünsə də, digər günlərdə kiçik qərarsızlıqlar və seçim etməkdə çətinlik hiss oluna bilər. Amma bu vəziyyət səni geriyə atmaq üçün deyil, əksinə nəyə daha çox dəyər verdiyini daha aydın görməyin üçün bir fürsətdir. Gündəlik işlərdə bir neçə məsələ eyni anda diqqət tələb edə bilər. Hər şeyi mükəmməl şəkildə nizama salmaq istəsən də, bu həftə biraz çevik davranmaq sənə daha rahat nəticələr verəcək. Kiçik gecikmələr və ya dəyişən planlar ola bilər, amma bunlar ümumi axını pozmayacaq. Öz ritmini qorumaq kifayətdir. İnsanlarla münasibətlərdə ünsiyyət daha həssas məqama çevrilir. Sözlərin və davranışların düşündüyündən daha çox təsir yarada bilər, buna görə tələsik reaksiyalardan qaçmaq yaxşı olacaq. Yaxın çevrəndə səmimi söhbətlər münasibətləri gücləndirə bilər və bəzi inciklikləri yumşalda bilər. Daxili aləmdə isə biraz düşüncələr arasında qalmaq ehtimalı var, eyni anda bir neçə variantı dəyərləndirmək səni yorsa da, bu proses sonda daha düzgün seçim etməyinə kömək edəcək. Özünə vaxt vermək və tələsməmək bu həftə xüsusilə vacibdir. Ümumilikdə həftə sakit başlanğıc, biraz hərəkətli orta günlər və daha yüngül sonluqla keçə bilər. Əsas olan öz balansını qorumaq və hər şeyi eyni anda həll etməyə çalışmamaqdır. Həftənin mesajı: tələsmədən seç, ən düzgün yol özünü zorlamadan aydınlaşacaq. Əqrəb bürcü 13-19 aprel 2026 Əqrəb bürcünün həftəlik proqnozu. Bu həftə əqrəblər üçün daha çox daxildə güclənən hisslər və bəzi mövzulara fərqli baxmaq ehtiyacı ön plana çıxır. Son vaxtlar səni düşündürən məsələlər yenidən gündəmə gələ bilər və bu dəfə onlara daha sakit, daha ayıq yanaşmaq imkanı yaranacaq. Hər şeyi dərhal həll etmək istəyi artsa da, bəzi cavablar zamanla daha aydın görünəcək. Gündəlik işlərdə diqqət və davamlılıq vacib olacaq. Bəzi işlər düşündüyündən biraz daha çox səbir tələb edə bilər, amma addım-addım irəlilədikcə nəticələr daha möhkəm görünəcək. Eyni anda çox işə girişmək əvəzinə bir işi tamamlamaq sənə daha yaxşı hiss verəcək. İnsanlarla münasibətlərdə isə daha seçici və ehtiyatlı davranmaq meyli güclənə bilər. Bəzi sözlər və davranışlar sənə daha dərin təsir edə bilər, buna görə tələsik nəticə çıxarmamaq yaxşı olacaq. Yaxın çevrəndə səmimi bir söhbət bir çox anlaşılmazlığı yumşalda bilər və münasibətlərə yeni bir rahatlıq gətirə bilər. Daxili aləmin bu günlərdə daha aktivdir. Özünlə bağlı bəzi düşüncələr və keçmişdən qalan hisslər yenidən ortaya çıxa bilər.
Bu proses səni yormaq üçün deyil, əksinə nəyi geridə buraxmalı olduğunu daha aydın görməyin üçündür. Özünə qarşı sərt olmaq əvəzinə daha anlayışlı yanaşmaq sənə rahatlıq verəcək. Ümumilikdə həftə sakit başlanğıc, ara-sıra gərginliklər və sonunda daha yüngül bir hisslə tamamlanan bir axınla keçəcək. Səbirli davranmaq və hər şeyi nəzarətdə saxlamağa çalışmamaq bu həftənin açarıdır. Həftənin mesajı: dərin hisslərə tələsmə, zaman sənin üçün ən doğru cavabı ortaya çıxaracaq. Oxatan bürcü 13-19 aprel 2026 Oxatan bürcünün həftəlik proqnozu. Bu həftə oxatanlar üçün daxildə hərəkətlilik və nəsə yenilənməlidir hissi daha da güclənə bilər. Sanki eyni ritmdə qalmaq darıxdırıcı gəlir və yeni bir istiqamət axtarışı ortaya çıxır. Amma bu dəyişiklik istəyi biraz qarışıq formada ola bilər. Nəyi dəyişmək istədiyini tam dəqiqləşdirmədən addım atmaq istəyə bilərsən. Həftənin gedişində bu hisslər tədricən aydınlaşacaq. Gündəlik işlərdə diqqətin tez-tez bölünə bilər. Bir işi başlayıb digərinə keçmək istəyi artsa da, yarımçıq işlər biraz yorğunluq yarada bilər. Ona görə bu həftə özünü biraz yavaşlatmaq və işləri ardıcıl şəkildə görmək daha faydalı olacaq. Kiçik, amma tamamlanmış addımlar sənə daha çox məmnunluq verəcək. Bəzi planlarda gözlənilməz dəyişikliklər ola bilər. Görüşlər, razılaşmalar və ya gündəlik rutinlər sənin planladığın kimi getməyə bilər. Amma bu dəyişikliklər səni geriyə atmaq üçün deyil, əksinə daha uyğun variantlara yönləndirmək üçündür. Sən nə qədər çevik davransan, o qədər az gərginlik hiss edəcəksən. İnsanlarla münasibətlərdə daha açıq və birbaşa danışmaq istəyi güclənə bilər. İçində saxladığın fikirləri bölüşmək rahatlıq verəcək, amma sözlərin sərt çıxmamasına diqqət etmək vacibdir. Bəzi söhbətlər gözlənilmədən dərinləşə bilər və bu münasibətlərdə ya yaxınlaşma, ya da aydınlaşma gətirə bilər. Hər iki halda həqiqət ortaya çıxır. Daxili aləmin bu həftə xüsusilə aktivdir. Bir tərəfdən yeni planlar qurmaq istəyirsən, digər tərəfdən isə əvvəlki təcrübələrdən çıxardığın nəticələr səni biraz ehtiyatlı edir. Bu ikilik səni çaşdırsa da, əslində sənə daha düzgün seçim etməyi öyrədir. Özünü tələsdirmədən düşündükcə, hansı istiqamətin sənə uyğun olduğunu daha aydın görəcəksən. Həftənin ortalarına doğru biraz rahatlama və aydınlaşma hissi yarana bilər. Başlanğıcdakı qarışıqlıq yavaş-yavaş yerini daha sabit düşüncələrə verəcək. Həftənin mesajı: hər şeyi eyni anda dəyişməyə çalışma, doğru yol, addım-addım irəlilədikcə özünü gör.